Belə bir sual paylaşmışdıq. Verilmiş aforizmdən hansı nəticələr çıxır? Oxuyub anlama suallarındandır və yaxud da mətn suallarından. Şahmatla bağlı bir sualdır. Yəni burada şahmatla da bağlı sualımız olub bizim, tanqramla da bağlı ola bilər, nə bilim palindromla da bağlı ola bilər. Məsələ odur ki, yəni sizin bu sualı cavablandırmaq üçün şahmat oyununu bilməyiniz və yaxud da tutaq ki, tarixdən bir mətn düşürsə, həmin tarixi hadisəni bilməyiniz və yaxud da məsələn MİQ imtahanında xəritə sualı düşmüşdü. Xəritədən tam belə professional səviyyədə biliklərə malik olmağınız önəmli deyil. Önəmli olan odur ki, orada siz onu oxuyub, anlayıb düzgün fikri tapa biləsiniz və yaxud da yanlışı soruşursa, yanlış fikri. Burada da deyir ki, şahmatda 10 gedişə udmaq olmaz, amma 10 gedişə uduzmaq olar. İlk baxışdan məntiqsiz görünən bir fikirdir ki, biri uduzursa biri udur da. Yəni 10 gedişdən sonra biri uduzursa, deməli o birisi uddu. 10 gedişə uduzmaq olursa, deməli udmaq da olar. Amma biz diqqətlə baxdıqda görürük ki, bəs bu aforizm niyə var? Bunu tapırıq ki, sən şahmatda 10 gedişə qalib gələ bilməzsən. Yəni sən o qədər istedadlı bir oyunçu ola bilməzsən və yaxud da şahmatda elə bir kombinasiya yoxdur ki, sən rəqibi 10 gedişə məğlub eləyəsən. Rəqib ancaq uduza bilər. Yəni səhvlər eləyə bilər. Məsələn, şahmatda belə şeylər var da, əlavə məlumat olaraq deyim, bu uşaq matı deyək də, belə tərcümə olunur yəqin ki. Yəni atı çıxarırsan, vəziri gətirib qoyursan şahın o çəpinə, xəttinə və s. Bir neçə gedişə rəqibi mat edirsən, amma bunun üçün rəqib sənin istədiyin gedişləri eləməlidir. O səhvləri buraxmalıdır ki, sən onu eləyə biləsən. Onu eləməsə, sən onu uda bilməzsən bir neçə xoda gedişə yəni. Və yaxud da mənim özüm heç vaxt yadımdan çıxmır. Bir dəfə bir kampaniyada dama oynayırdıq, şaşki. Nəysə elə oldu ki, hamısını utdum. Axırda bir nəfərlə oynayırdıq. O da çox da güclü oynamırdı. Elə buna görə də biraz arxayınlıqla oynadım. Və axırda elə alındı ki, bir dənə damka məndə qaldı, 3 dənə damka onda. Belə olanda da ya uduzursan ya da heç olur. Dedim ki, dərs tuta bilməyəcəksən də məni 3 damka ilə, çünki mən orta xətti tutmuşam, çıxmayacağam oradan. Gəl heç şeyə razılaşaq. Dedi, yox, mən razı deyiləm. Və heç şeyə razı olmadı, oynadıq. Və sonra gəlib mən onu utdum. Bir damka ilə 3 damkanı utdum. Yəni o səhv elədi də, gətirdi elə qoydu ki, damkasını mənim damkam olan xəttin qabağını görmədi. Mən onun 3 damkasını birdən-birə vurdum. Və hətta özü də mənə əsəbləşdi ki, yaşlı müəllim idi. Niyə mənə demədin ki, bura qoydum da, mən görmədim, çaşıb qoydum ora. Yəni o oyunu mən udmadım, o uduzdu. O səhv eləməyən adamla təzədən 100.000 dəfə də oynasaq, mən bir damka ilə 3 damkanı uda bilmərəm. Yəni ən yaxşı halda heç şey eləyərəm. Buradan da həmin nəticə çıxır. Yəni sən rəqibi, məsələn, şahmat oyunu yalnız müdafiə ustalığı tələb edən idman növüdür. Bu düz gəlmir. Buradan çıxan nəticə bu deyil. Və yaxud da şahmatda qalib gəlmək uduzmaqdan daha çətindir. Doğru fikirdir, təbii ki. Uduzmağa nə var? Əsas udmaq da çətindir. Amma buradan o fikir çıxmır. Nəticə çıxmır. Şahmatda önəmli olan hücum və ya müdafiə yox, təsadüflərdir. Şahmatda önəmli olan təsadüflərdirmi? Xeyr. Şahmat bir strategiya oyunudur. Amma deyə baxın, şahmatda rəqibin erkən səhvləri olmadan qalib gəlmək üçün uzun müddətli strategiya lazımdır. Yəni rəqib erkən səhvlər eləmirsə, sən uzun gedişlər sonrası qalib gəlməlisən. Bunun üçün də uzun müddətli strategiya lazımdır. Deməli, D-ni götürürük. E-yə də baxaq, hər ehtimal. Çünki burada deyir tam cavab. 2 dənə cavab ola bilər. Şahmatda ilk gedişlərdə qalib gəlməyin üçün sənin istedadından çox rəqibin səhvləri önəmlidir. Bəli, bayaq dediyim məsələ, yəni sən nə qədər istedadlı olursan ol, yəni ola bilər sən bütün gedişləri bilirsən ki, bax bunu eləsəm, bunu eləsəm, bunu eləsəm, onu udacaq. Amma rəqib sənə bu şəraiti yaratsın gərək dırnaq içində. O səhvləri buraxsın gərək, sən onu ilkin oyun əvvəlində udasan. Deməli, eyni də götürməliyik. Düzgün cavab D-E. Onu da deyim ki, bir qədər çətin tiplərdən idi. Yəni yüzlərlə, bəlkə də mindən çox bu formada mətn sualımız var. Yəni müxtəlif sahələrə aid, elə öz sahəmizə də aid. Yəni mətn verilir sizə. Bir cümlə, 2 cümlə, 3 cümlə, hər hansı bir məcəllədən də ola bilər, qanundan da ola bilər, yol hərəkəti qaydalarından da ola bilər, kimyadan da ola bilər, lingvistikadan da ola bilər. Yəni sən onu oxuyursan, oradan bir nəticəyə gəlirsən və düzgün fikirləri tapırsan. Bu cür çoxlu suallar işləmək istəyirsinizsə,
051 537 90 86 nömrəsinə WhatsApp-da yaza bilərsiniz.